Ben necə deyim, cəmiyyətinə çıxa bilmirdim. Açıq. Allah köməyiniz olsun. Hamının üzünə baxırdım ki, onların danışdıqlarını mən eşitdim. Mən o gün müayinədən çıxanda ağlayaraq çıxmışdım. Xanım biri mənə yaxınlaşdı ki, nəsə probleminiz var. Dedim, yox, sevincdən ağlayıram. Xanım şok keçirdi, dedi, yolda. Dedim, bəs nə? Mən 9 ildir bu sevinci gözləyirdim. Çox sağ olun. İlkin dəfə ilkin test zamanı qulağı eşitdi. Yəni illər idi eşitmirdi. Bugün isə yenə də apardığım müalicəyə davamlı olaraq artıq müalicələrə gəlir xanım. Bugün isə daha artıq eşitdim. Mən 9 ildir sol qulağımdan əziyyət çəkirdim. Müayinəyə gəlmişdim elə-belə. Onda da möcüzə yaşadım. Yəni heç vaxt eşitmədiyim qulağıma doktorun səslərini eşitdim. Bu gün də başım bir möcüzə yaşadım. Doktorun qızıl əllərindən çox sağ olun. Allah razı olsun. Mənim kimi xəstələr çoxdur. Ümidlə gələ bilərsiniz bura. Doktorun sayəsində 9 ildir eşitmədiyim qulağım birinci müayinədə nəticəsini verdi. Hisslərimi sözlə ifadə edə bildim. Yoldaşıma canlı yazdım ki, naşriki eşidirəm. Ən böyük möcüzə. 9 ildir istifadə eləmədiyim sol qulaq naşriki mən eşidirəm. Ümidsiz gəlmişdim, amma inana bilərsiniz, mən heç doktoru heç tanımırdım. Mənim olmadığım yerlər qalmamışdı. Hər bir həkimə getmişdim. Mən sizə təşəkkür edirəm. Minnətdaram. Allah razı olsun. Mən neçə illərdir var. Mən səsə həsrət qalmışdım. Şükürlər olsun. Əminəm ki, müalicəm tamamlananda da başım yaxşı eşidəcəm.